Var sağ ol, var çok sağ ol. Bunlara çok sağ ol dedik. Çok sağ olun, hele akşam Asya bula pul da verəcək. Xahiş edirəm alqışlayın Elman Namazoğlu'nu. Allah ona can sağlığı versin. Elman çok sağ olun. İndi hamı istəyir Elman olsa ama Elman ola bilmirlər. Bu da bir de egzemplərdir da. Çalışacaq ki, maraqlı şən yadda qalan epizoddan da Cin Karta gəldi. Çox sağ olun. 055'də. Vay! Cin! Ey quş al meli qanatları. Nə sifarişlərimiz var Cahandan bəyə müraciət ediyoruz.
Toylar çoxdur, fonoqrama, əl çalın, ay cəmaat. Özdə deyirlər ki, uşaqlara çaşdırırlar. Alqışlar gəlsin, alqışlar ayağı var gəlsin. Alqışları alqışlayırlar belə. Sonra televiziya ekranı deyirlər ki, mən müğənnidən bir mahnı alacağam. Bəyən müğənni satıcıdır, yox. Uşaqları çaşdırırlar. Mahnı ifa olunur. Bizim indi ifaçımız, xanəndəmiz Tərlan hələ ürəyində oxuyur, birazdan oxuyacaq. 2 toydur, Türkanda pulğan edir. 1500 manatı gedir, o şey qiyməti qaldırıb. Tərlan, çox sağ olun. Müəllimi kimdir? Ustad sənətkarımız Hacı Ağaxan Abdullayev. Kifayət, əsas müəllimdir. İndi çox adam istəyir ki, Ənvər onun müəllimi olsun. Ənvər, sənin də məktəbin var ha. Sən parodiya ellər. Necə mən parodiya ellərəm, sən də parodiya ellər. Zahid Sabirabad, xoş gəlmisən. Mən Zahidlə toyda olmuşam Sabirabadda. Dəqiq deyə bilməm neçənci ildə kimin toyunda yaxşı deyil. Onda Vəli Qədimov baxdı ona, dedi bu kimdir? Dedilər, bəs bizim sənətkar sinyavda deyə bilmərik. Bu da bizim Sabirabadlımızdır. Maşallah, oradan tanımışam. Cavan oğlandı. İndi görürsən, ağ kostyum, baha gedir. Sağ olsun. Sükanı belə saxla, Zahid. Xoş gəlmirsən, səfa gətirmirsən. Bu, Cavanşirin toyunun davamıdır. Çünki biz Asəfin oğlu Cavanşirin toyunda iştirak etməsəydik, bu kasetə baxırlar indiyəcən. Gedmişəm kostyum almağa. Mən Asəfin dükanından kostyum almışım. Sizə də məsləhət görüm, Asəfdən kostyum alasınız. Ucuz və keyfiyyətli. Necə, yaxşı kostyum da? Asəfin dükanı. Elnurun kostyumu var, aynındakı bəylik. O da Asəfin firmasıdır. Ona görə təzə kostyumlar gəlir. Gedin alın. Akif Şirvanlı. Söz üçün cibə girmir. Hamısının telefon nömrələrini bilir əzbərdən. Arxivdir bu kişi. Mən aləm sədəfində insandan qiymətli gövhər görmədim. İnsan gövhərində sözdən şərəfli cövhər tapmadım. Məhəmməd Füzuli neçə əsr bundan qabağa yazıb, hələ onun sözlərini istifadə edirik. Məhəmməd Füzuli yazıb ki, vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm. Kimi kim bir vəfa dünyada gördüm, bir vəfa gördüm. Kimə kim dərdimi ishar qıldım istəyib dərman, özümdən həm betər bir dərdə onu mübtəla gördüm. Adam birinə dərdin deyəndə görsən o səndən dərdlidir. Məsələn, son vaxtlar Azərbaycanda, xüsusən Bakı şəhərində belə bir xəstəlik yayılır. Borcallar çıxırlar gedirlər. Borc qaytarmırlar. Asə bugün öz qardaşlıq borcunu yerinə getirir. Elnur da bir övladlıq borcunu yerinə getirir ki, təklik Allaha məxsusdur. Peyğəmbərimiz buyurub ki, subaylar şeytanların dostlarıdır. Ailə qurmaq lazımdır. Çünki hər gün xorayı pişirirlər, şalvarı ütülüyürlər, belədir. Çoxlu dil var. Ərəb dilini indi bizim alimlərimiz, axundlarımız, mollalarımız bilirlər. İngilis dili kurslar var, 2 ay öyrədirlər. Ən çətin dil arvadın dilini bilməkdir. Arvadın dilini bildim və səlam. Bizim dədələrimiz himcimlə danışıblar. Daha efirə çıxartmırlar o qeybəti. İndi efirdə çıxar. Filankəsə nə dedi? Birazdan. 3 saat yenə ona baxasan. Ona görə can deyib can eşitsünlər. Bugün bu körpü Zabratla əlaqədardır. Ona görə Allah bu körpünü əbəd eləsin. Çünki Zabratla Balaxanın ömrü boyu elə qohum ağrab olublar. Bu qohumluğu təzəliyirlər. Allah təala bu qohumluğu əbəd eləsin. Can deyib can eşitsünlər. Çünki Azərbaycan yeganə dövlətdir. Orada can var. Azərbaycan. Elnur, can deyib can eşitsiniz, xoşbəxt olasınız. Allahdan arzu edirəm ki, sən də övlad toy görəsən Asəf kimi. Mikrofonu təqdim etmək istəyirəm bizim əziz qardaşımız Akifə. Necə məsləhətdir? Belə məsləhət oldu ki, 2 nağara ifaçısı bir dəfəlik ifa eləsinlər. Mehman da, Famil də profesional sənətkarlardır. 2 klarnet ifa eləci birazdan, duet. Meyxanada olur, deyişmə. İndi birazdan siz onları görəcəksiniz. Adam var, baxır, görmür, qulaq asır, eşitmir. Mən baxıb görürəm ki, o Kitaylar burada, Çinlilər də fanar, şotka satırlar. Mən də baxıram, görürəm. Demək, arvad Çinliyə belə deyir. Maladoy человек, почем это? Xala, öz dilimizdə danış da. Neçə verirsən? 6 manata, 6 manata. 3 manatı verərsən, ya 1 manat. Hər yerdə vardı 3 manat. Hər də var 3 manat, hər də var 3 manat. Toy çoxdur, beləsində yox. Bu toydan sabah bir gün, bir ildən sonra danışacaqlar müxtəlif yerlərdə. Necə müəllim uşaqlara deyir, uşaqlar, kim cənnətə getmək istəyir? Əlini qaldırsın. Bütün uşaqlar əllərini qaldırır, bir dənə uşaq əlini qaldırmır. Müəllim deyir, Murad, bala, sən cənnətə getmək istəmirsən? Yox, atam deyib dərsdən sonra evə gəl.
Evə gedirlər, toydan danışırlar. Toy var, həmin gün qutarır. Toy var, dublibomda göstərirlər. Toy var, illərlə ondan danışırlar. O da Cavanşirin toyudur ki, hara gedirəm? Sən Balaxanın toyunda olur. Balaxanın toyunda. Mən doğrudan da bu Balaxanı kəndə çox toyda olmuşam. Bu da Asifin fantaziyasıdır. Hər dəfə belə bəzəmir. Bu Elnura görüldü. Birazdan Elnur bəyimiz təşrif buyuracaq. Ənvər, necə məsləhətdir? Burada məsləhətdir ki, məsləhət eləyək ki, 4 nağara, 3 klarnet bir yerdə ifa eləsinlər, toy olsun əlam. Birazdan. Birazdan şok açıqlamalar. Şok açıqlamalar. Ənvər müəllim, Ənvər Sadıqov, mənim əziz qardaşım. Allah sənə can sağlıq versin. Bu qarmonçanları xəstələndirməsi hamlayır cavan uşaqları. İndi onlar da bu günləri istəyirlər Ənvər olsunlar. Ənvər olmaq üçün gərək zəhmət çəkəsən. Öz yuxusuz gecələrin bu adam barmaqlarını əsir eləyib. Mən Ənvərə təşəkkür edirəm, Ənvər Sadıqova. Ənvər Sadıqov bu cavan yaşında əməkdar artist rütbəsini qazanıb. Bugün olsun xalq artisti. Yəni, insanlıqla sənətkarlıq bu kişidə tutur. Ənvər Sadıqova söz verirəm. Necə məsləhətdir? Xahiş edirəm Ənvər Sadıqova əməkdar artistimizi alqışlayalım və Elnurun şərəfinə qonaqlarımız üçün gözəl bir melodiyalar ifadə repertuarından. Buyurun. Xəyyam Mirzazadə. Gəzinti. Hamımızı gəzintiyə dəvət edirəm. Buyurun. Çəkilişi aparır Şirzad Video Televizor.
Başı buyur da. Ənvər, çox sağ ol. Sənə dərin təşəkkür edirəm. Bax, inanırsan ki, Ənvər, bayırda da, yeməkxanada da qulaq asırlar. Çox sağ olun. Mən istəyirəm Elnurun adından, Asəfin adından, bu istidə özlərini tüstüyə verən, kebab pişirənlər və soyutma pişirənlərə dərin təşəkkür edirəm. Necədir, yaxşı pişiriblər. Əgər onlar bizi eşidirlərsə, onlara təşəkkür, ehtiramımızı, minnətdarımızı bildiririk. Çox sağ olun. İndi biz hər gün toydayıq, bizi çox təəccübləndirmir. Amma doğrudan əla kebablar və soyutmalar pişiriblər. Toyda mətbəx olmasa, cəmaət nə yiyəcək, bir nətin yox. Nə qədər ac qarnına qulaq askenlə. Düzdürəm, Vüqa? Ona görə bu əziz gündə onlara dərin təşəkkür edirəm. Sağ olsunlar, sağ olsun süfrəyə səhman düzənlər, ofisantlara da təşəkkür edirəm. Bu toyxananı quranlara da, işıq yandıranlara da, Cahandar, Allah sənə can sağlığı versin. Allah səni sarpaylıqda, Balaxanda və Azərbaycanı çox görməsin. Saxlayarsan. Belədir. Akif Şirvanlı. İlham çox sağ olasın. Salam əziz qonaqlar, mehriban dostlar, musiqi sevərlər. Fəsillərin ən gözəl fəsli olan payız fəslinin gözəl axşamı. 29 sentyabr bugün yenə biz Bakımızın gözəl kəndi olan, qüdrətli kəndi olan, musiqiyə, muğama qiymət ver olan Balaxanı kəndindir. İlk öncə istəyirəm bir Balaxanı kəndini bir alqışlayaq. Çünki mən buranı toy meydan adlandırmışam. Ənvər müəllim, 4-5 aydır ki, bu toyun səsi, sədası bütün Azərbaycanı bürüyüb. Yəni biz neçə vaxtdır ki, bu gözəl məclisi gözləyirik. Bu toyla sevinən əziz qardaşımız, bizim hamımızın dostu,
Azərbaycanımızın hər bir kəndində, hər bir məkanında, Bakımızın hər bir kəndində adı böyük məhəbbətlə seçilən, sevilən Asif qardaşım belə yazıb. Elnur Cavanşiroğlu, bir alqışlayaq Elnur Cavanşiroğlu xahişlə. Bu günləri Asif qardaşımın qardaşı, Elnur qardaşımın toyudur. Allah Elnuru xoşbəxt eləsin. Elnuru alqışlamağa dəyər çünki elin nurudur. Allah bu kəndə həmişə nurlu eləsin. Və hamımızın adından mən Asif qardaşıma çox mübarək edirəm. İlham müəllim bizim əzizimiz, fəxrimiz qeyd elədi ki, Bakının hər bir kəndindən, Azərbaycanın hər bir məkanından bu günləri, bu gözəl toyda təşrif buyuranlar var, sevinənlər var, bu toya gələnlər var və bu toyun dəvətnaməsində Ənvər başda, çünki Ənvər həmişə başda olur, bir alqışlayaq xahişirəm. Ramin və Zahid, yəni görmüsünüz onun dəvətnaməsini. Mən Ənvəri təqdim eləməyə ehtiyac yoxdur. Çünki görürəm ki, hamıyı Ənvərin musiqisi ilə qidalanmağa gəliblər. Burada hamısı Ənvərin musiqisinə hörmət eləyən, ondan qidalanan gözəl dostlar, istəyir musiqisi olsun, istəyirsə musiqisi olmasın. Doğrudan da bugün məclis gözəl məclisdir. Mən Azərbaycanımızın əməkdar artisti, bizim hamımızın dostu, sadə insan, mehriban insan, bütün musiqiçilərin toyunda böyük həvəslə, böyük ürəklə, təmənnasız iştirak edən Ənvər Sadığa xüsusi alqışlayıram. Samir Gəncəli, Eşq olsun Ceyhuna da, Fuad Mehdiyev, Ənvərin ürəyi qəlbi, Eldəniz, bu ansambulla fəxr bugün hər birimiz, öpürəm onu bağrıma basıram. Hörmətli, Allah hamının talihinə belə şadlıq qismət eləsin. Talihi alqışlayan bizim əziz qardaşımızı, hörmətli Famil qardaşımız, Mehman qardaşımız. Mən xahiş edirəm, yəni mən sərfayının tamadanın icazəsi olmadan musiqilər bayra çıxmasın. Qəti qadağandır bu, Ənvər müəllim. Qətiyyən qadağandır. İcazə ala gedək. Ramin Rafiqoğlu. Öpürəm Ramin sən, Allah sənin canını uzaq eləsin. Sənə xüsusi dəvət olmuş bir qardaşlar. Candar bizim sərfayımızdır, yəni bu kəndin tüm toylarının ağsaqqalıdır. Allah onun canını. Narahat olma qardaşım, sən xüsusi alqışdıram. Zahid Sabravad, yəni Biləsiz. Çox gözəl, çox qiymətli, çox dəyərli. Qanın dəyişib. Canavar qanıdır. Bəli, alqışlayaq, qanı canavar qanıdır. Yəni biləsiniz ki, sağlam qüvvə bu yaxında da toy olmalıdır. Ancaq kraliçalarını biz xaricdən gətirəcəyik. Elədir qardaşımıza. Bir dəqiqə qardaşlar, söz verir sənə Türkiyədə oğlan. Sən Türkiyədə. Bəli, şunu da olacaq. Zaten öpürəm sənə qardaşım. Tərlan qardaşımız bizim əziz dostumuzdur. Yəni Cavanşirin toyunda iştirak edib, yenə də arzu ilə mən iştirak edir. Şirzad TV-ni xüsusi alqışlayıram. Hani bir neçə gündən sonra bu kənddə gözəl bir toy olacaq. Samir video operatorumuz, o xüsusi alqışlayıram. 18 oktyabr bu zonada Ənvər qardaşımın həmkarı. Çox etibarlı bir gözəl oğlandı. Əziz dostumuzdur. Yəni Əlbaba müəllim buna gəlib bəyənib ansambulla dəvət edibsə, bu sənətkardır. Elçin qardaşımı xüsusi alqışlayıram. Nadik həmişə İtaliyada qardaşım, öpürəm sizə, xoş gəl. İlqar sənə xüsusi alqışlayıram. Bəxtiyar, sənə barağıma basıram. Yəni bu musiqiçiləri mən hamısını tanıyıram, siz bilirsiniz. Allah hamının canını sağ eləsin. Və bir gözəl dostumuz var. Ənvər, o vaxt sənə demişdim ki, Ənvər sənətində zərgər. Mamed müəllim, gözəl musiqiçidir. Dünən baba olub. Alqışlayaq qardaşım. Öpürəm ona Mamed. Yəni Azərbaycanımızın qəhrəman şəhəri olan Tərtərdəndir bilirsən, dostumuzdur. Gözəl qarmon ifası olub. Zərgərdir də 20 ildir. Öpürəm onu. Qızıl kimi oğlandır. Dünən də nəvəsi olub. Qızıl kimi babadır. Öpürəm onu bağrıma basıram qardaşım. Sonra mən bu gözəl insanların hamısı haqqında danışacağım mütləq. Sizə bir sözü verək. Hoş gəlmişsiniz qardaşım. Allah canını sağ eləsin. Asifi bir alqışlayaq oradan, Elnur'un toyu mübarək olsun. Mən çox danışmaq istəmirəm. Sizə bir sözü verək Tərlan qardaşımıza. Və Azərbaycanın və Bakının beynəlxalq sayısı Ədalət müəllim. Bunu mən beynəlxalq sayısı sayıram ona görə. Öpürəm hər birinizi. Ceyhun, Allah sənin də canını sağ eləsin qardaşım. Sözü verək Tərlan qardaşımıza. Olar mı? Bu kəndin qiymətli və böyük sənətkarları bu günləri, bu gözəl məclisdə əyləşiblər. Mən üzrüsəm hamımızdan. Yəni bu kənd məclisi çox qüdrətlidir, çünki bu kəndin qüdrəti var. Qüdrət, öpürəm sənə, bağrıma basıram. Rafi alqışlayıram. Elman müəllim alqışlayaq, Namazoğlu əzizimizdir, fəxrimizdir. Allah hamını arzusu satdırsın.
Azad müəllim buradadır. Azad Ümid Arzulu. Öpürəm onu bağrıma basıram. Çox mübarəkdir, çox mübarəkdir. Səs rejissorunda eşq olsun deyirəm. Ənvər öpürəm sizə, bağrıma basıram. Bu musiqiçilərin hər biri bizim fəxrimizdir. Mən qeyd edirəm ki, zəhmət olmasa. Mən özüm düzəltdim də, özüm. Ənvərdən icazə alaq bir böyük kimi, bir ağsaqqal kimi qırağa gedəndə imkanınız varsa, səliqə olsun, səhman olsun. Çünki bu toyu 4-5 aydır biz gözləyirik, izləyirik. Ənvər mənim onlar da, yəni axtarmayaq ki, axtarışda olan filan gəz axtarış, necə dedim ki, Fuad qardaşım. Olur da belə toylar olur. Falan öpürəm sənə, bağrıma basıram. Çox mübarəkdir, çox mübarəkdir. Allah hamının canını sağ eləsin. Zahid alqışlamazsa, kostyumun təzəli. Sənəti də təzələşib, ürəyi də təzələşib, qanı da təzələşib. Aydınov Qubov, qanın dəyişib, canavar qanıdır hazırda. Öpürəm onu bəli. Bu rəzim. Dəhres Rəstə Günah ağacı deyiləm Hər gələnəm əyiləm Çəkər yəlini əlimdən Mən sevgilim deyiləm Çəkər yəlini əlimdən Mən sevgilim deyiləm Necə sənə əgər zələyim Qızıl güləm Hay necə sənə əgər zələyim Qızıl güləm Aç qollarım Sal boynuma Sevgilinəm Aç qollarım Sal boynuma Sevgilinəm Elimden ben sevgilim değilim Çek elini elimden ben sevgilim değilim Necem sana erzüleyim Kızıl gülüm Sana yer zileyim Kızıl gülüm Aç kollarım Sal boynuma Sevgilim Aç kollarım Sal boynuma Sevgilim Aç kollarını Sal boynuma Sevgilim Aç kol
sal boynuma sevgilim. Meğer beşerde azizim bu noy qamet olur. Hay meğer beşerde azizim bu noy qamet olur. Ey bu qamet ilə qiyam eyləsən qiyamət olur. Qaşındı nuni qələyəm şəms və zühar oyun təvan. Qaşındı nuni qələyəm şəms və zühar oyunə. Təvar türrələrin leylidən ibarət olur abalam. Bu hüsnülər görəsən, ey bu hüsnülər görəsən, sen eğer Züleyxaniye türüc yerine keçer, ellerin xəcalet olur. Deyəndə yarə zəlilanə bin, deyəndə yarə zəlilanə bir busə lütfeylə deyir, demə bu sözü qan olur, qiyamət olur. Ki qorxuram üzümə busədən düşələkəm, atam anam da görüb baisi xəcalət olur. Hay qanuni təbiyyət belədir, ay yerinə gün gecə gəlməz. Gəl Zuri Əli olmasa millət gücə gəlməz. Qanuni təbiyyət belədir, ay yerinə Qanuni təbiyyət belədir, ay yerinə gün gecə gəlməz. Gəl Zuri Əli olmasa millət gücə gəlməz. Gəl cəzbeyini eşq olsa gətirirəm necə gəlməz. Gəl cəzbeyini Gəl cəzbəyi eşq olsa gətirirəm necə gəlməz. Gəl cəzbəyi eşq olmasa gəlsə necə gəlməz. Hay yarattın ya Rəbbi səni ey bilmirəm nə sayətdən yaranmısan gözəlim bu qədri bu qaya amətdən. Hay minayiyə həqqə kəsər indi hacilər qurban, sənin kimi ola bilməz heç şərayafətdən.
qaşındı qiblə mənə Mina yüzün sən əzizim qaşındı qiblə mənə Gərək səni eləyəm səcdəgaya İbadətdəyəm Fəsli bahar idi keçirdim lalə zaridən Xoş səsilə oxurdu bülbül Eşitdim həzaridən bülbül sənindən Ey bülbül səndə məgər varmı aləmdə bir qəmin Gördüm o da şikayət edir ruzigardən Ay bədbax o kimsədir ki yığar mal sandığa Bədbax o kimsədir yığar mal sandığa Xərc eyləməz yerində keçər ömrü yaridən Məcüz ağardı sübhi yeni huşa gəl görək Allah bağışlayandı keçər tövbəkardən Əzrəmə gülə baxdı Əzrəmə Əzrəm gülə baxdı Bülbüllər gülə baxdı Yarım üzümə güldü Ləbindən gülə baxdı Yeri ha küsmüşəm sənə Yeri ha küsmüşəm sənə Ayrılıq şərabın içmişəm səndən Adilbər Ayrılıq şərabın içmişəm səndən Adilbər Qaşlarım gendirər asi Qaradı qaşlarım gendirər asi Səni mən sevmişəm nədir çarası Adilbər Səni mən sevmişəm nədir çarası Adilbər Sən bir sərvağacı mən bir göyərçəyə Etibar görməyi uçmuşam səndən Adilbər 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 Tərlan, çox sağ ol. Mikrofonum necədir? Yeni gələnlərə mən bir daha ürək dolusu xoş gəldi deyirəm Asif qardaşım adından. Yəni bu toy fərqli toydur. Siz görürsünüz ki, bu toyun belə qiymətli, qüdrətli keçməsində hamımızın gərək ürəkdən təbrik olmalıdır. Çünki neçə vaxt, neçə aydır bu toyu biz gözləyirik. Və bu günləri, yəni demək istəyirəm ki, yeganə toydur ki, bu toyun direktoru var. Mən bu direktoru istəyirəm, hamımız alqışlayaq, Hazırayım qardaşım. Çünki mən Asiflə ədaləti ayıra bilmərəm, bunlar ürək qardaşları. Yəni ki, ədalət də, mən də, bütün musiqilər də, İlham qardaşım da məsuliyyət daşır ki, bu toy əla keçməlidir.
Toyun direktörü Ədalətə bir alqışlayaq, öpürəm onu bağrıma basıram. O vaxt mənə belə ediblər. Azrahim qardaşıma, onun dostlarına xoş gəldirəm. Eşən qardaşım sizi alqışlayıram. Müşfiq dostum əyləşib da dostlarına. Eşq olsun. Sözü verək. Bəli. Mehman sənə də alqışlayıram qardaş. Yalvar sənə də alqışlayıram. Bir yox idi burada. Öpürəm sizi. Məhəmməd qardaşımız da bugün bütün zədgərlər adından, Moskva vermək adının öz adından bu toyu təbrik edir. Məhəmməd çox sağ ol. Məhmədə alqışlayır, Allah canını sağ eləsin. Allah nəvəsini xoşbəxt eləsin. Amin. Öpürəm sən. İlham əzizimizsən. Zahid imkan var qardaşım. Ədalət, öz adımdan, sənin adından, bütün balaxanların adından yetirmək istəyirəm ki, bu günləri bu məclisdə, bu toyda qüdrətli bir insanın ruhu bizimlədir. Allah bu ocağın ağsaqqalı, Cavanşir Şişəqəni qəri rəhmət eləsin, qəbri nurla dolsun, ruhu şad olsun. Oyun olsun, onun adını daşıyan nəvəsi Cavanşir Asıoğlu'nun böyük toyunda sevinək. Bax, o toyda necə dostlar hamısı sevinirlər, Ənvər müəllim başda olmaqla. Biz də ürəkdən dolusu sevinirik. Yağları Tərlan qardaşım oxuyanda qüdrət orada feyziyab olmuşdu. Çünki biz ana sütündən böyümüşük də ona görə. Eşən, xoş gəlmişsən qardaşım. Bu kənddə hər bir insanı mən ad-bad tanıyıram və bu kənd cəmaatın ürəkdən alqışlayıram. Allah bu kənd cəmaatın şadlığını toyuna sizə eləməsin. Allah sənin də canını uzarsın qardaş. O yüzden bağların böyük toyunda. Yəni Asif qardaşımızın çox dostları var. Bakının, Azərbaycanın hər bir məkanından. Allah Asif'i həmişə şöhrətli, qüdrətli eləsin. Allah hamısının canını sağ eləsin. Hər birinə eşq olsun deyirəm. Zahid, buyur əzizim.
olsun Azərbaycan musiqisinə, Azərbaycan musiqilərinə və musiqiyə qiymət verən sizlərə. Bu toy doğrudan da mən yenə yetirmək istəyirəm ki, fərqli toydur. Bu günləri Asif qardaşımız elə bir bayram yaradıb ki, nəinki Balaxanı kəndi, bütün Azərbaycan sevinir buna. Ona görə Asif qardaşımız bir ürəkdən alqışlayaq, Allah Elnur'u xoşbəxt eləsin. Mən də, İlham qardaşım da bu toyda sadəcə olaraq aparıcıyıq. Yəni, bizə nə deyirlər, biz onu yerinə yetirməliyik. Çünki toyun direktoru var. Hansı musiqi alətindən 2 dənədirsə, mütləq bunlar duet ifa eləməlilər. Ədalət, belədir də qardaşım, öpürəm sizi. Beləlik indi Tərlandır, Elmandır, Ənvərdir. Bunlardan təkdir, yekdir də bunlar. Sənətinin hakimi, hamımızın dostu, hamımızın qardaşı, böyük sənətkarımız, gözəl sənətkarımız Hakim Abdullayev gəlib. Bir alqışlayaq gözəl sənətkarı zəhmət olmasa. Abdullayev zəhmət olmasa, yerin görsənir burada. Hakim, yəni bizim fəxrimizdir, əzzimizdir. Elə sənətə başlayandan bütün ona yaxın olan insanları uzun müddət Fuad dostum, Gəncənin fəxrisiz də siz. Bəli, biz çox mehriban kollektiv olub. Yəni, Abdullayev doğrudan da gözəl sənətkardır, böyük sənətkardır. Mən Abdullayev haqqında, burada musiqicilər çoxdur, bir kəlmə söz deyim. Qoy uşaqlar inciməsinlər. Bir vaxtlar belə bir Türkiyə gözəli vardı, Məltəm Haqqarar. Yəqin yadınızdadır o. Bakıda qonaq olarkən Hakim Abdullayev aparmışdılar. İndiki Gülüstan sarayında bir banket vardı. Məltəm Haqqararı qonaq edirdilər. Hakim orada necə çaldısa, bu Türkiyə gözəli səzdiyə gəldi ki, Azərbaycanda belə klarit ifaçısı var. Ona görə bu oğlanı alqışlamaq lazım. Bu oğlan sənətkardır qardaşım sən. Həqiqi mənada. Mən bunun şahid olmuşam. Ona görə getirmək istəyirəm ki, musiqilər bilsinlər. Elələr də var ki, məsələn, aptekdə olan yaxşı tanıyırlar. O da maraqlıdır. Bəli, Allah olan da canını sağ eləsin. Allah hamının canını sağ eləsin. Mən Elnur'u xüsusi alqışlayam ürəkdən. Allah Teala Elnur balamızı xoşbəxt eləsin. Oyun olsun ki, Fikrət müəllim. Gözlüyü də Binətullahın toyun. Öpürəm səni babaya. Sən bilsən ki, mən səni çox istəyirəm. Bütün babaya vaadindən təbrik edirəm. Yəni bu kətdə sərfaylar qüdrətlidir. Aydın dayı, Zalim müəllim və ağır toylar da candaraq aparır da. O bilirsiniz. Hər birinizə alqışlayıram, hər birinizə eşq olsun deyirəm. Allah Teala Elnur balamızı, Elnur bəyimizi xoşbəxt eləsin. Doğrudan da gözəl gündür, qiymətli gündür. Bizi eşlənlər, bu toya gələnlər. Burada nə qədər siz bilirsiniz ki, Asifin dostları var, inanınız mənə. Onların hamısının adını bir-bir çəksəm, bəlkə 2 saat keçər, hamısını da gözəl tanıyıram. Qüdrət müəllim, elədir yoxsa yox? Öpürəm Zəhraov. Qardaşlarım gəliblər, əyləşiblər burada. Allah canları sağ eləsin, var eləsin. Öpürəm səni. Ənvər, mən bütün musiqilərin dasiyesini bilirəm də, yəni ki, Baharın 17-ci anı kinofilmi var, yəni orada dasiye ilə tanıyırlar da bütün insanları. Mən bütün musiqilərin dasiyesini yaxşı bilirəm. Soverşen sekretini. Ənvər Sadıqov, bilirsiniz ki, mən bunun haqqında şeir də yazmışam. Sağ olsun ki, Ənvərin sənətindən bəhrələnlər, öyrənirlər. İlham müəllim gözəl qedir. Azərbaycanda bir ixtiyar olaraq Ənvər məktəbi yaranıb. Bu da böyük sevincdir. Ənvər Sadıqov, Azərbaycanımızın fəxri, alqışdırıq, eşq olsun. Gözəl aranjmansı, gözəl dost, gözəl qardaş. Bəstəkar Samir Gəncəli, ujay simpatiziru. Öpürəm onu bağına basıram. Böyük təşkilatçı, ağır toylar təşkilatçı, Ceyhun qardaşımı alqışdıram, öpürəm onu bağına basıram. Famil dostunu xüsusi alqışdıram, sağ olsun qəzetçi. Fuad Mehdiyev, bəli, Fuad Mehdiyev, doğru da fəxrimizdir, əzzimizdir. Mən Fuadı yolda maşınla gedəndə də salamlaşdıq, biz görmürük. Fuad, öpürəm səni, Allah canını sağ olasın. Evdənizdə Talihdə alqışdıram. Ramin'i alqışdıram, Meymansıya alqışdıram. Elman Namazoğlu, Qızıl Balmaqlı Kitara salamı alqışlayaq Hacəm Reydən. Dostumuz da, öpürəm səni. Zahid'dəki mən qeyd elədim də, qanın dəyişib, canavar qanıdır. Alqışdır, öpürəm onu bəli. Qanı canavar qanıdır, naturayla. Yanıma müəllim, xoş gəlmişsən. Yuqara uğurlar arzulu, büyüdü başlayacaq.
Eşq olsun, xoş gəldiniz hər biriniz.
Çox sağ ol Əcim. Ciddi toydan və ciddi musiqilər olmalıdır. Darıqmıram. Abdullayev vaxtı azdır. Ona görə Türkmanızı başlayacaq qardaşım. Lirik Türkmanızı başlayacaq. Asif bir də alqışlayaq. Allah Elnur'u xoşbəxt eləsin. Bax belə. İşin nətər. Babayev Allah canı uzaq eləsin. Mehman müəllim Allah sənin canı uzaq eləsin. Fəxrimizsin, əzimizsin.
Hakim çox sağ ol əzizim. Muhammed müəllim, Allah canı sağ eləsin. Öpürəm səni. Burada eşidənlər, bu toyla fəxr edənlər. Hakim qardaşım, deməli, sağ olsun bu kəndin gözəl ritim ifaçısı Qüdrət müəllim, Hakim Abdullayev Ənvər müəllim 24-25 il əvvəl bu kətdə 6 də toyda iştirak edib. Hakim yadındadır da, ən çox pulu səhə verirlər ona görə. Deməli, 24-25 il əvvəl bu kətdə 6 də toyda iştirak eləmişsən. Və 86-cı ildə mənim bir dostum var burada, Babayev Fikrət. Onun toyunda şəxsən özün yaradmışsan. Bütün pulları da veriblər sənə ki, çünki bir də oğlu olur, əjdaha. O il olsun, bir nətəlinin toyunda Fikrət müəllim. Bu gözəl insanın toyunda sən Qüdrət müəllimin dəvətinə iştirak eləmişsən. 6 dəyə toy çalmışsan, çünki musiqidə 7 də not var, sonra gedmişsən də daha 7-ci toy. Öpürəm səni qardaşım. İndi belə bir xahiş ediblər, Fikrət müəllim, öpürəm səni, oynasın oğlunun toyunda. Belə bir xahiş ediblər, Muhammed müəllim. Deməli, belə bir xahiş var, xahiş edilər. Abdullayev başlayır, hamı sonra hərə bir 10 dəqiqə, 9 dəqiqə, 8 dəqiqə. Ənvər müəllim də, Samir də, Ceyhun da, Fuad, iki qardaş famillə, mehmanla. Hərə, yəni kompozisiya olsun da. Muhammed müəllim, olar mı? Uşaqlar necə də hamısı bir yerdə yaratsınlar kompozisiya. Nətərdir? Öpürəm sizi. Elə ayaq tutaq çal, xahiş edim zəmləmə, o verəm.
Kompozisiya qalıb ha. Bəli. Bax, belədir də, bu kənd musiqiyə çox böyük qiymət verən kənddir. Allah bu kəndi şöhrəti qüdrət eləsin. Heç bir musiqisinin xətrinə dəymir. Ancaq qiymətləndirir. Lazım olsa növbət oya gələrlər və gələ bilməzlər. Bir də asfalt qışlayaq, Allah Elnur bəyimizi xoşbəxt eləsin. Məhəmməd müəllim, minnətdaram sən əzizim. Rafi müəllim gəlib mənim əziz dostum. Rafi müəllim adından xüsusi bu ailəyə çox var edirəm. Rafi səni çox istəyirəm, öpürəm səni. Sənin adından xüsusi Asi da təbrik edirəm, Elnur da təbrik edirəm. Abdullah'a çox sağ ol əzizim. Möcüzəli bir musiqi olsun, xahiş edirəm. Bəli. Sağ olan nağaralar. Bəstəkar burada da mütləq yaradacaq Samir Gəncəli. Sağ ol əstəsən. Ceyhun qardaşımız, Eldəniz, Mehman, sən xüsusi. Ramin, zəhmət olmasa, çox xahiş edirəm. Yaradaq. Zahid müəllim, sən də buna peçat qoyacaq. Sonra dalını da davam edir. Elman Namazoğlu.